Qarabağ Çempionlar Liqası play-off mərhələsinin cavab oyunu çərçivəsində İngiltərədə Newcastle-ın qonağı olacaq. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov maçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. İlk oyunun nəticəsinə görə danışmaq çətindir. Rəqib bizi üstələdi. Cavab maçında daha diqqətli və məsuliyyətli olmalıyıq. Psixoloji zərbə alsaq da hazırlığımız pis deyil və özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Beşli müdafiə sistemi yeni ola bilər? Gələcək üçün konkret plan yoxdur. Bu oyunda rəqib çox yaxşı formadaydı. 5-4-1 sistemi bəzən mümkündür, amma daimi seçim deyil. Hazırlıq niyə Bakıda oldu? Bərpa üçün vaxt lazım idi. Erkən getsəydi uzun yol yorğunluq yaradacaqdı. Ona görə planı belə qurduq. Mərkəz müdafiəsi sizi narahat edir? Bəzi istədiklərimizi ala bilmədik. Alternativlər üzərində işləyirik. Hazır olanlar oynayacaq. Samim Mae niyə əvəz edicilərə göndərildi? İntizam qaydalarını pozmuşdu. Detalları açıqlamaq istəmirəm. Toral Bayramovun gülməsi ilə bağlı tədbir görüldü? Fikirlərimi bildirmişəm. Əlavə şərhə ehtiyac yoxdur. Neftçi ilə maç Newcastle-la oyunun fonunda yenidən gündəmə gəlib. Neftçiyə təşəkkür edirəm. Qrafik sıx idi. Hazırlaşmaq üçün bu addım vacib idi. Neftçi yox desəydi, yenə işimizi görəcəkdik. Sağ ol deyəcəkdik. Növbəti mövsüm bu uğuru təkrarlamaq üçün hansı mövqelərə transferlər lazımdır? Çatışmazlıqlar hansı mövqelərdir? Bütün mövqelərə baxırıq. Heyəti həm say, həm keyfiyyət baxımından gücləndirmək istəyirik. Fikir daha çox sabah oyunundadır. Xeyr, fikrimiz səfərdə Newcastle oyundadır. Reallığı bilirik, amma cəsarətli olmalıyıq.